Dostlar, arıları bəsləməyin, yemləməyin önəmindən danışmaq istəyirəm. Hal-hazırda gördüyünüz yem qabındakı qida 1 litr su ilə 1 kiloqram şəkər tozunun qarışığından əmələ gəlmiş bəsləmədir, qidadır, yəni şəkər şərbətidir. Buna görə bəziləri qınayır, bəziləri başa düşmür, lakin arıçılar mənim nə dediyimi başa düşərlər. Ana qəfəsləməsindən sonra arıları təşviq bəsləməsi eləməyin önəmi çoxdur. Hal-hazırda yeşikdə arıya kifayət edəcək qədər bal ehtiyatı var. Lakin ana arı yumurta atmağa davam edir, təbiətdən qida gəlmir. Və biz arılara təşviq bəsləməsi verərək işçi arılarda elə bir düşüncə yaradırıq ki, qida axına davam edir və onlar da ana arını daha çox yumurta atmağa məcbur edirlər. Və nəticədə ana arı daha çox yumurta atır və arı qışa daha güclü bir qoşunla girir. Qışa girərkən gənc nüfusla, gənc arı qoşunu ilə girməyin önəmi çox vacibdir. Çünki yaşlı arı qoşunu ilə qışa girdikdə, qışın ortasında həmin yaşlı arıların ömrü bitəcək və koloniya qışdan sağ çıxmaya bilər. Yəni az bir şəkildə qala bilər. Təşviq bəsləməsi yaxşı olar ki, 250-300 qram civarında verilsin, davamlı olaraq verilsin, 2 gündən 1, 3 gündən 1 olaraq verilsin. Lakin mən işlə əlaqədar arılara 8 gün, 10 gün baxa bilmirəm bəzən. Ona görə yem qabını bu qədər doldururam. Təxminən burada yarım litrə yaxın, 600 qrama yaxın şəkər şərbəti var. Və bunun hələ ki mən zərərini görməmişəm. Yəni sentyabr ayının əvvəlinə qədər bunu etmək deyərdim ki, önəmlidir.